Xoş gördük. Bugün mən sizə bolluq bərəkət enerji seansı edəcəm və bu enerji seansı meditasiya ilə birlikdə olacaqdır. Bu seansla siz bolluq bərəkətlə bağlı şuur altınızı proqramlaya bilərsiniz və bolluq bərəkət enerjisini özünüzdə aktivləşdirə bilərsiniz. Yəni həm meditasiya ilə mən sizə şuur altınıza müəyyən səsləndirmələr edəcəm, həm də sizin şuur altınıza təsir edəcək. Bu seansı indi də qəbul edə bilərsiniz və yaxud da mən qeyd edəcəm, video yazı qalacaq. Video yazıdan da siz bunu sonradan izləyə bilərsiniz. Səsim necə gəlir, görüntü necədir, bölüşün zəhmət olmasa. Məni yaxşı eşidə bilirsinizmi? Və bugün sizə maraqlı bir texnikada bölüşəcəm. Bu da mənim sizə hədiyyəm olsun. O texnikanı da hər gün edə bilərsiniz və öz arzularınızın reallaşması üçün özünüzə bir şuuraltı proqramlama etmiş olacaqsınız. Bu da hədəflərinizə, arzularınıza daha tez çatmanıza sizə faydalı olacaqdır. Mən bu seansı hədiyyələşmə niyyəti ilə edirəm və alma vermə balansı üçün siz minimum 7 AZN olmaqla ödəniş edərək bu seansı qəbul edə bilərsiniz. Bugün mənim üçün xüsusi bir gündür, xüsusi enerjili bir gündür və ona görə də mən bugün bu enerjidən ilhamlanaraq bu seansı keçirmək istədim və bu seansı istənilən an nə zaman ki edəcəksiniz, eyni enerji sizin üçün aktiv olacaq və sizin üçün həmin enerji qəbul edilmiş hesab olunacaq. Sadəcə burada niyyət cümləsini demək lazımdır. Niyyət cümləsini deyəndən sonra artıq siz enerjini qəbula keçəcəksiniz və meditasiyanı dinləyərək həm enerji qəbul edəcəksiniz, həm də meditasiya ilə birlikdə bu sizin şuur altınıza təsir edəcəkdir. Səsim necə gəlir? Bir dəqiqə mən seti yoxlayım, əgər səsdə problem varsa da. Zəhmət olmasa sonra mənə bilgi verin ki, yəni səs gəlirmi, gəlmirmi? İndi bu dəqiqə səs qırıq-qırıq gəlir. İndi necədir səs? Zəhmət olmasa mənə yazın, səsim yaxşı gəlirmi, görüntü necədir? Düzəldi, hə, lap yaxşı. O zaman əvvəl istəyirəm sizə texnika haqqında danışım. Bu texnikanı istənilən an istifadə edə bilərsiniz. Yaxşı olar ki, səhər yuxudan duranda edəsiniz və yaxud da axşam yatmazdan qabaq edəsiniz. Teta frekansında olasınız ki, bu sizə daha yaxşı nəticə versin. Bu möcüzəvi 10 dəqiqə texnikasıdır. Diqqətlə mənə qulaq asın. Sonradan da videonu izləyib ətraflı özünüz üçün hər bir şeyi qeyd edərsiniz və sonra bu texnikanı tətbiq edə bilərsiniz. Möcüzəvi 10 dəqiqə texnikasında biz çatmaq istədiyimiz arzularımızla bağlı öz şuuraltımızda gözəl bir təsəvvür yaradacaq və şuuraltı reallıqla xəyalı ayırd edə bilmir. Ona görə də biz şuuraltımızda bunu
əvvəlcə real kimi yaşayacaq, təsəvvürümüzü canlandıracaq ki, biz də şuur altının köməyi ilə həyatımızda bu arzumuza daha da tez çatmış olaq. Bu 4 mərhələdən ibarət olan bir texnikadır. 4 mərhələ deyəndə bu sizi qorxutmasın. Yəni asan mərhələlərdir. Bütün bu mərhələlərin hamısı birlikdə 10 dəqiqə ərzində həyata keçmiş olacaqdır. Dediyim kimi bu bizim arzularımızı reallaşdırmaq üçün şuuraltımıza təsir texnikasıdır. Əvvəl nə edirik? İlk 2 dəqiqəni nəfəs alıb veririk və fərqindəliklə bunu edirik. Nə etmək lazımdır? Burundan nəfəsimizi alırıq. 4 saniyə. 4 saniyə nəfəsimizi saxlayırıq və 4 saniyə nəfəsimizi buraxırıq. 4-4-4. Belə. Aldıq, nəfəsi buraxdıq, nəfəsi saxladıq və nəfəsi buraxdıq. Və beləliklə də biz ilk 2 dəqiqəni sırf nəfəs müəllim olduğum üçün şükür edirəm. Müəllim olanda necə dərs keçirəm, dərs keçəndə uşaqlar necə məndən məmnun qalırlar, onların məmnun olduğunu görəndə necə mən xoşbəxt oluram. Bunların hər birini 1 dəqiqə ərzində beynimdə canlandırıram. Sonra keçirəm ikinci şükür səbəbimə. Yəni 3 belə şükür səbəbi, əlimizdə olan nemətlərə görə şükür səbəbimizi düşünürük və hər üçünə görə hərəsinə 1 dəqiqədə təxmini özünüz beyninizdə fikirləşə bilərsiniz. Həmin o şükür səbəbi ilə bağlı hər hansı bir məqamı xatırlayırsınız və onu beyninizdə canlandırırsınız və o an hansı hisslərdəsiz onu yaşayırsınız. Misal üçün, ikinci şükür səbəbimi canlandırmaq istəyirəm. Yaşam koçu olduğum üçün şükürlər olsun. Yaşam koçu olaraq tutalım ki, marafon keçirdirəm. Marafonda xanımlarla birgə ünsiyyətdə oluram. Xanımlardan xoş geri dönüşlər alıram. Onlara verdiyim o texnikalar onlara faydalı olur. Və bu zaman mən özümü necə hiss edirəm? Xoşbəxt hiss edirəm, məmnun hiss edirəm, qürur duyuram, bu duyğuları yaşayıram. Bu oldu tutalım ikinci şükür səbəbim. Özümdən olaraq nümunələr deyirəm ki, siz də özünüzlə bağlı hər hansı bir şükür səbəblərinizi düşünüb canlandırasınız. Üçüncü şükür səbəbim, misal üçün, mən anayam, ana olduğuma görə şükür edirəm, övladlarımın varlığına görə şükür edirəm, övladlarımla keçirdiyim bir anı xatırlayıram, onlarla oynayıram, onlarla gəzirəm, onlar mənə xoş sözlər deyir, mən onlara xoş sözlər deyirəm, onları qucağıma alıram, öpürəm, bu zaman özümü xoşbəxt hiss edirəm, onların sevgisi məni sevilən hiss etdirir, bu duyğuları da yaşayıram. Hələ seans başlamayıbdır, texnika haqqında sizə məlumat verirəm. Və beləliklə 3 şükür səbəbimin hərəsinə görə 1 dəqiqə şükür etdim və o duyğunu yaşadım. Bu bizim ikinci mərhələmiz idi. İkinci mərhələmizi də keçdik. Deyə bilərsiniz ki, bəs bu zamanları necə xatırlayım? Özünüz üçün bir zəngli budilnik deyirik də, xatırladıcı qoya bilərsiniz. Hər 3 dəqiqədən bir o zəng vuranda keçirsiniz növbəti 3 dəqiqə. Və yaxud da siz bunları gözü yumulu edirsiniz. Arada birincini, məsəl üçün xatırladınız, arada gözünüzü açıb saniyəyə baxa bilərsiniz. Xatırladıcı da qoya bilərsiniz, arada baxa da bilərsiniz. Deməli, 2 dəqiqə gözü yumulu nəfəs hərəkətlər edirik fərqindəliklə. Sonra 3 dəqiqə həyatımızda olan məmnun olduğumuz 3 nemətə görə hər biri ilə 1 dəqiqə şükür edib həmin şükür olan nemətlə bağlı bir məqamı xatırlayıb, ona görə xoşbəxt olduğumuz gözəl duyğularımızı yaşayırıq və növbəti 3-cü mərhələmiz çatmaq istədiyimiz 3 arzumuz. Həmin o 3 arzumuzu yaxşı olar ki, ilk bu texnikanı edəndə daha tez çata biləcəyiniz arzuları düşünün, onlarla bağlı edin, sonra daha böyük arzularla bağlı bu texnikanı yoxlayarsınız. Misal üçün, mən istəyirəm ki, tutalım ki, özümə bir don alım. Ən kiçik bir şey deyirəm. Filan yerdə bir don görmüşəm və istəyirəm ki, o donu özümə alım. Bu mənim bir arzumdur. Xırda bir şeylərdən deyirəm ki, istəsəz sonradan artıq böyüdə bilərsiniz. Və mən nə edirəm? Demək 3 dəqiqəni 3 arzum üçün ayırmışam. 1 dəqiqədə nə edirəm?
beynimdə canlandırıram. Mən getdim mağazaya, o mağazadan o donu götürdüm, geyindim, baxdım, əynimdə yaxşı durdu, xoşuma gəldi. Sonra o donu aldım, gətirdim. Hansısa gözəl bir günüm üçün, nə üçün o donu almaq istəyirdim. O donu orada geyindim, özümü bəyəndim, ətrafdan məni bəyəndilər və bu mənə xoş təsir etdi. Özümü çox yaxşı hiss elədim. O duyğunu da yaşayıram. Və sonra keçirəm ikinci arzuma. İstəsəniz sırf bir arzu ilə bağlı da 3 dəqiqə təsəvvürdə canlandıra bilərsiniz. İndi mən sizə maksimumunu deyirəm ki, 3 arzu tuta bilərsiniz. Misal üçün kimsə istəyir ki, hansısa işə daxil olsun. 1 dəqiqə ərzində mən getdim, o işə tutalım ki, müsahibədən keçdim. Müsahibədən keçəndən sonra artıq həmin o iş yeri mənim üçün uğurlu oldu və o işə qəbul oldum. İlk iş günümdür. Səliqəli geyinib işə gedirəm. Öz iş mühitim xoşuma gəlir. Orada özümlə qürur duyuram ki, bu işə daxil oldum. O duyğuları yaşayıram. Bir anı yaşadım və o hissləri yaşadım. Sonra üçüncü arzum. Misal üçün mən hansısa bir yerə səyahətə getmək istəyirəm. Misal üçün Şəkiyə gəzməyə getmək istəyirəm. Avtobusa mindim və yaxud da maşına mindim. Maşınla Şəkiyə getdim. Orada istədiyim yerləri gəzdim. Orada tutalım ki, şəkil çəkdirdim. Özümü çox gözəl hiss elədim. Ətrafın gözəlliklərinə baxdım, təbiəti seyr elədim. Bu mənə çox gözəl duyğular verdi. Hansı duyğuda oldum orada gəzəndə, o ətrafı görəndə, o duyğuları da yaşayıram, hiss edirəm və 3 dəqiqəmiz də tamamlandı. Sonra növbəti qalır 2 dəqiqəmiz. Həmin o 2 dəqiqədə yenə də başda necə nəfəs hərəkətləri eləmişdik. Nəfəs hərəkətləri edirik. Yenə də fərqindəliklə 4 saniyə, 4 saniyə, 4 saniyə nəfəsi burundan alırıq, 4 saniyə saxlayırıq və 4 saniyə nəfəsimizi veririk. 2 dəqiqədə yenə də gözü yumulu bu nəfəs hərəkətlərini etdikdən sonra artıq texnikamız tamamlanmışdır və sonda yenə də bu texnikanı edə bildiyimiz üçün şükür edirik və niyyətimizin qəbul olmasına özümüzdə o duyğuda olaraq yenə də təşəkkür edərək texnikanı bitiririk. Bu texnikanı dediyim kimi istəsəz səhər edə bilərsiniz, istəsəz axşam edə bilərsiniz. Gün üstəliyin vaxtında etmək olar, amma dediyim kimi səhər və axşam teta frekansında olanda etsəz daha gözəl bu sizə təsir edə bilər. Bu texnikanı yoxlayarsınız, nəticə görsəz bunları da mənimlə bölüşə bilərsiniz. Bu bizim texnikamız idi. İndi isə istəyirəm keçək seansımıza. Yaxşı olar ki, 1 stakan su içəsiz. Sizi heç kəsin narahat etməyəcəyi bir yerə keçəsiz və biz seansımıza başlayaq. Mən bir melodiya qoyacağım burada. İndi melodiya bilmirəm, ola bilər eşidilsin və yaxud da eşidilməsin. Hər bir halda siz mənim səsimə fokuslanın. Yenə də melodiyanı hər ehtimal qoyacağım. Xüsusi bir melodiyadır. Melodiyanın səsi gəlirmi? Eşidirsinizmi melodiyanı? Mənə deyin, zəhmət olmasa. Melodiyanın səsi gəlirmi? Mənim səsimə fokuslanırsınız, suyunuzu içirsiniz və biz niyyət edirik. Bütünün və mənim ən yüksək xeyrimə, bolluq bərəkət enerjimin aktivləşməsinə niyyət edirəm. Bolluq bərəkət enerjimlə təmas qurmağa niyyət edirəm. Yaradandan gələn bolluq bərəkətin fərqində olmağa niyyət edirəm. Yaradandan gələn təmiz, saf enerjini qəbul edirəm. Bolluq bərəkətimə mane olan bütün negativ enerjilərin şəfalanmasına niyyət edirəm. Əla. Niyyətlərimizi deyirik və artıq siz niyyətlərinizi deyən andan enerji sizin üçün aktiv olacaq və hər kəs suyunu içsin, niyyətlərini desin. Aha. Bütünün və mənim ən yüksək xeyrimə, bolluq, bərəkət enerjimin
aktivləşməsinə niyyət edirəm. Yaradandan gələn ilahi enerji ilə bolluq, bərəkət kanallarımın təmizlənməsinə, arınmasına niyyət edirəm. Bolluq, bərəkət enerjisi ilə təmas qurmağa niyyət edirəm. Bu seansı edən zaman sizlərdə fərqli duyğular ola bilər. İstilik, soyuqluq, cimildəşmə, əsnəmə, fərqli duyğular hiss eləyə bilərsiniz. Təbəssüm hissi gələ bilər. Bədəndə hansısa enerjinin axışını hiss eləyə bilərsiniz və yaxud da heç nə hiss etməyə də bilərsiniz. Hər biri normaldır. Hər bir halda enerji artıq sizin üçün aktiv olacaq və meditasiya ilə birlikdə siz öz enerjinizi bədəninizdə şəfalandıra biləcəksiniz və bolluq, bərəkət enerjisi ilə təmas qura biləcəksiniz. Biz başlayırıq. Artıq niyyət cümləmizi də dedik. Rahat bir yerdə oturmusunuz. Dərin bir nəfəs alın. Yavaşca nəfəsinizi verin. Burundan dərin bir nəfəs alın. Ağızdan yavaşca nəfəsinizi verin. Nəfəsinizin sizi rahatlatmağına icazə verin. Burundan dərin bir nəfəs alın. Yavaşca ağızdan nəfəsinizi verin. Gözlərinizi yumursunuz. Ətrafdakı səslərdən uzaqlaşın. Fikriniz yalnız mənim səsimdə olsun. Ağlınıza hər hansı bir fikirlər gələ bilər. Bunlar da normaldır. Sadəcə o fikirləri buraxın və özünüzə fokuslanın. Səsim bir dost kimi sizə yön verəcək. Dinləyin və dediklərimi təsəvvür edin, canlandırın. İndi sizi böyük gövdəsi və budaqları olan bolluq və bərəkətlə zəngin olan bir ağacın yanına aparın. Bu ağac sizin bolluq və bərəkətlə təmasınıza kömək edəcək. Cığır bir yolla irəliləyirsiniz. Bu böyük ağacın olduğu huzur dolu bir bağçaya gəlirsiniz. Ətrafda quşların səsi gəlir. Sərin meh əsir. Bura çox huzurlu və özünüzü tamamilə güvəndə hiss etdiyiniz bir yerdir. İndi önündə kainatın ilahi bərəkətini, varlığı ilə sizə göstərən möhtəşəm bir ağac var. Bu ağacın gövdəsində xoşbəxtlik və bolluq enerjisi yayılır. Hər biriniz tək olaraq bu enerjidən istədiyiniz qədər faydalana bilərsiniz. Mən sizin hər birinizə tək-tək müraciət edirəm. Mənim səsimi eşidin və dediklərimi canlandırın. Bu ağacın enerjisi indi səni maqnit kimi özünə çəkir. Ağacın gövdəsinə toxunmaq istəyirsən.
toxunduqca içinə yayılan fərahlıq hissi ilə tam bir rahatlama yaşayırsan. Ağaca toxunursan və rahatlamanı hiss edirsən. O enerji indi sənin bədəninə yayılır. Bu şəfa enerjisini qəbul et. O enerjini duy və hiss et. Bütün mənliyinlə bu enerjini qəbul edirsən. Bu enerji həmin ağacın həm də torpağa yayılan güclü köklərindən gələn bərəkət enerjisidir, sevgi enerjisidir. Enerjini hiss etmək üçün ağaca sarılırsan. Ağacın gövdəsinə sarılırsan və o enerjini qəbul edirsən. Yaradandan gələn saf enerjini duyursan. Yaradandan gələn saf sevgini hiss edirsən. Allahdan gələn bolluq və bərəkəti qəbul etməyin üçün sarıldığın ağacdan o enerjini duyursan və bütün bədəninə yayırsan. Ağaca sarıldıqca onunla birləşdiyini və bədəninin onunla bir bütün olduğunu hiss edirsən. Ağacın sonsuzluğa uzanan budaqlarını və üzərindəki minlərlə yarpağı torpağın dərinliyinə gedən güclü köklərini öz bədənin kimi indi hiss etməyə başla. Özünü yaradandan gələn saf enerjinin axışına buraxırsan. Sən bolluq və bərəkət enerjisini qəbul edirsən. Dərin bir nəfəs al. Yavaşca nəfəsini ver. Nəfəs aldıqca huzur bədəninə yayılır. Sən huzurun özüsən. Nəfəsin çox rahatdır. Heç belə rahat nəfəs almamışdın. Yaradandan gələn enerji bütün bədənində olan, auranda olan, sənə ziyan verən, səni incidən, nə qədər negativ enerjilər varsa hamısını təmizləyir, arındırır və sən o pak enerji ilə əhatə olunursan. Rahat nəfəs alıb verirsən. Enerjini hiss edirsən. İndi özünə sual ver. Həyatının hansı sahəsində daha çox inkişaf etməyə ehtiyacın var? Həyatının daha bərəkətli, daha zəngin və yaradıcı olması üçün necə bir dəyişimi həyatına dəvət etmək istəyirsən? Bu sualların cavabı üçün düşün və özünə cavab ver. Enerji bədəninə axır və səni şəfalandırır. Enerjini qəbul edərək
Bu huzurlu halınla suallara cavab tapmağa çalışırsan. Sualları bir daha sənin üçün təkrarlayıram. Həyatının hansı sahəsində daha çox inkişaf etməyə ehtiyacın var? Düşün və cavablandır. Həyatının daha bərəkətli, daha zəngin və yaradıcı olmağı üçün necə bir dəyişimi həyatına dəvət edə bilərsən? Sualları cavablandır. Sənə zaman verdim. Suallara cavab verə bildinmi? Enerji bədəninə axır və sən verdiyin cavablar haqqında bir daha düşünürsən. Artıq bu ağacla birlikdə qəbul etdiyin enerji bədəninə yayıldı. Suala cavab tapmış ola bilərsən və ya tapmamış da ola bilərsən. Amma hər bir halda sən indi özünü fərqli hiss edəcəksən. Zehninə dəqiq həyat planları və ya zənginliklə bağlı duyğular gələ bilər. İndi bu duyğuların fərqində ol. Zənginliyi hiss et. Bu həyatının yeni gerçəkliyinə çevriləcək. Artıq sənin enerjin yeniləndi. Artıq sən başqa bir reallığa keçdin. Bütün auran, yaradandan gələn saf sevgi enerjisi ilə doldu və parıldadı. Artıq bağçadan ayrılmaq vaxtındır. Bu gözəl bağçadan ayrılmadan əvvəl ətrafına təbiətin və dünyanın necə də bərəkətli, bolluqla, zənginliklə daşdığını görməyin üçün təkrar baxmağını istəyirəm. Bağçaya göz gəzdir, ətrafa bax. Hər bir şeyin gözəlliyini duy. Bu zəngin kainatın varlığını duy və sən bu zəngin kainatda yaşayan zəngin bir insan olduğunu bil. Bu əslində varoluşun təbii halıdır. Bolluq, bərəkət sənin özündür. Heç zaman ondan ayrı olmadın və ayrı ola da bilməzsən. Öz gerçəkliyinə dönəndə də əlinə toxunan hər nemətdə bu bolluğu hiss etməyə davam edəcəksən. Dərin bir nəfəs al, nəfəsini ver. Huzur, bolluq və bərəkət sənin təbii halındır. Bunu unutma. Artıq öz gerçəkliyində də
Bu bilgi ilə xoşbəxtlik dolu günlərə getməyə hazırsan. Elə də oldu. Dərin bir nəfəs al. Nəfəsini ver. Bu duyğularla, bu sevgi, huzur və zənginlik duyğularıyla indi gözlərini aça bilərsən. Bolluq, bərəkət həyatının hər anında səninlə olsun. Yaradandan gələn enerji kanalın hər zaman onun sevgisi ilə dolub daşır. Bunun hər zaman fərqində ol. Sevgilər. Baxaq görək necəsiz? Bu bir bolluq, bərəkət enerjimizlə təmas qurma meditasiyası idi və bununla birlikdə mən sizə Yaradandan gələn saf enerjini ötürdüm bir kanal olaraq və bu enerji siz niyyəti deyən andan sizin üçün axmağa başladı və onun təsirlərini siz öz bədəninizdə, auranızda görməyə başlayacaqsınız. Enerjinin sizə axışı auranızı təmizləyəcək və siz artıq reallığınızda o zənginlik duyğusunu qəbul etməyə başlayacaqsınız. İnşallah ki, bu aldığınız seans həyatınızda fərqli dəyişimlərə, dönüşümlərə səbəb olacaq. Bunları da mütləq mənlə bölüşün. Bu məni çox xoşbəxt edər. Bu seansı, enerjini hər zaman üçün niyyəti deyən andan kim qəbul etmək istəyəcəksə onun üçün aktiv qoyuram. İstənilən vaxt niyyətinizi deyərək yenidən bu enerji seansını qəbul edə bilərsiniz. Hər dəfə nə zaman ehtiyacınız varsa, yatırımınızı edib seansınızı ala bilərsiniz. Qəbul edən hər kəs üçün şəfa olsun. Bu çox gözəldir əslində. Yuxulamaqla siz teta frekansına keçdiniz və o enerjini daha yaxşı öz auranıza yaymış oldunuz. Əslində bu yuxu deyildi, bu sizin üçün teta frekansı idi və sizin şuuraltınız bu deyilənləri və enerjini daha düzgün şəkildə qəbul edə bildi. Nə gözəl. Əvvəllərdə hansısa duyğularınız olsa bölüşə bilərsiniz. Hal-hazırda özünüzü necə hiss edirsiniz, bölüşə bilərsiniz. Çox sağ olun, təşəkkürlər. Şəfa olsun qəbul edən hər kəs üçün. İnşallah gözəl nəticələriniz olsun bütünün və mənim və bu seansı qəbul edən hər kəsin ən yüksək xeyrinə olmasına niyyət edirəm. Təsəvvürdə canlandıra bildinizmi? Hal-hazırda özünüzü necə hiss edirsiniz? Əla hiss edirəm yazmısınız, nə gözəl. Daha da gözəl nələr mümkün. Bugün mən xüsusi enerjilərdəyim. Bugün mənim üçün özəl bir gündür. Bugün mənim doğum günümdür və mənim yubiley günümdür. Bugün 4 noyabr 2024-cü il. Bu seansı sırf bugünə özəl xüsusi enerjilərlə etdim. Amma bu seansı istənilən vaxt siz qəbul edə bilərsiniz və bu enerjini bugünkü kimi də siz duya biləcəksiniz. Çünki enerjinin məkanı və zamanı yoxdur. Sadəcə niyyəti deyərək siz eyni enerjini qəbul edə biləcəksiniz. Yaxşıyam, canlandırdım. Nə gözəl. Şəfa olsun. Faydalana bilər. Kimlər arzu edirsə də, bu seansdan faydalanmağı seçirsə də qəbul edə bilər. İnşallah hər kəs üçün gözəlliklərə vəsilə olsun, gözəl nəticələrə vəsilə olsun və bunları da nə zaman istəsəz mənimlə də bölüşə bilərsiniz. Mən inanıram ki, bu seans hər kəsin xeyrinə olacaq inşallah. Bunun üçün nələr mümkün? Çünki özümdə o duyğudayım, o hissdəyəm, enerjim də bu dəqiqə çox gözəldir və bunu ümid edirəm ki, sizə ötürməyi də bacardım və Rəbbimə təşəkkür edirəm ki, bu fürsəti mən əldə etdim və bu seansı edə bildim. Bu fürsəti dəyərləndirə bildim. Bir daha şükür edirəm, Yaradanıma təşəkkür edirəm. Kimlər ki, bundan yararlanacaqsa da onlar da Yaradana şükür etsinlər və aldıqları bu enerjinin dadını çıxarsınlar. Yaxşı ki, varsınız, doğum gününüz mübarək. Təşəkkür edirəm.
burada olan hər kəs daha bir şanslıdır. Çünki canlı olaraq siz bu seansı qəbul etdiniz. Və yenə də dediyim kimi nə zaman qəbul etsəz bu seansı eyni enerji sizin üçün aktiv olacaqdır. Eyni təsirdə siz bu seansı almış olacaqsınız. Qəbul edən hər kəsin ən yüksək xeyrinə olmasına bir daha niyyət edirəm. Niyyət edirəm gözəl möcüzələri sizinlə bölüşməyə. Amin. Oldu artıq. Şükürlər olsun. Mənimlə olduğunuz üçün təşəkkür edirəm. Bu seansı aldığınız üçün təşəkkür edirəm. Bu seansa özünüzü layiq gördüyünüz üçün sizi alqışlayıram və gözəl nəticələrini bölüşməyinizi diləyirəm. Sağ olun, sevgi ilə qalın.